Dəlidir Allah. Hamıya salamlar dostlar. Azərbaycan ən gizli videolarına xoş gəlibsiz. Belə bir şey fikirləşirdim ki, bilin, hər səfər TikTok reaksiyalarına baxırıq falan. Dedim ala, hər səfər TikToka baxmaq olmur axı məsələn. Instagramdan da video baxmaq olar, YouTube'dan da, TikTok'dan da boşum. Hər şeyi qarışdırdım və belə bir qərara gəldim ki, gizli videolar birə xoş gəlibsiz. Yəni Azərbaycan harda video varsa, yəni çəkib qoyacağım qarşınıza və orada da bütün millətin, yəni xalqımızın kommentlərini oxuyacağıq. Yəni bilirsiniz ki, o vaxtlar belə bir şey çəkmişdim. Sadəcə olaraq hamı davamlı istəmişdi, amma mən nəsə stop vermişdim. Bu günləri dostlar çox bərk başlayırıq. Kanala abunə olursunuz, bu videoya like edirsiniz və hamı yazır kommentə ki, gələn video gəlsin. Gizli videolar 2 sıra gələcək. Və gəlin dostlar, çox uzatmadan başlayaq. Dəlidir Allah. Allah. Amma nə istəyir, amma kim nə deyirsin Quran haqqında. Hələ bir dənə mahnısı var, qoy getsin. Mahnısı deyirəm, o videosu da yəni. Gəl bir dənə kommentlər indi baxaq. Sağalma ehtimalı var. 2-3 ayda mahnı girər ömrümüzə. Həkim nə deyir? Axır ki mahnını dəyişdin. Həqiqi yalanca qoy getsin. Allah mələkdir özünü. Kim nə desin? Həqiqi temadır Allah. Bravo. Yazıqdır bu Allah. Buna bir şeylər yazdı sana. Bir də kommentdə baxaq şimdi yazıbdı. Rəqsiniz super. İt dözməni çıxdı getdi. İt dözməni çıxdı getdi nə var? Bu nədir səncə? Güyən bu rəfşənlərin ki, nasıl? Artıq özləmsin ölkədədir. Bu nə inir səncə? Valla bu patı qoyub 100%'la kayıqda özləyir. Sən nə inirsən səncə? Dur burada. Səni tapacağım göz doğrar. Nah taparsan. Oy da sən bunu nə edirsən? Bu kim düzəldib səncə? Tapacağım dedim axı. Ola bilməz. Necə tapdın axı? Anan hansı otaqdadır? Allah buna Sənə nə var? Ananla şakşuka edəcəm. Ala dəlis, buna videoda lan xəstə salarsınız. Ağıllı olun. Söyüş sahibi olmayın. Yoxsa Zevs gələr evinizə. Belə şeylə inanıb eləmin intellekt almış. Onsuz da bilirsiniz. Video kim düzəldib səncə? Siz temas adı nədir qardaşın? Duduş müəllim. Duduş müəllim nədir ha? Bu arada dostlar fikir vermişəm ümumiyyətlə intellektdə mənim haqqımda çoxlu videolar var, paylaşım edirlər. Bəlkə gələn video paylaşmışam məsələn mənə düzələn videoları izlədim məsələn. İstəyirsiniz belə video? İstəyirsiniz kommentlərdə yazın, gələn video ala prosto bu nədir? Sən bu kim düzəl? Xəstəsən qardaşsan. Niyə belə şey düzəl? Ananın yanına gələcəm nədir? Açığı dostlar, yəni sizdən küsmüşəm özüm ölüm. Yəni incinmişəm. Deyəsi ki, kişinin incili. Kick kanalı açmışam, heç kim abunə olmur, elə şey olar. 6400 abunə yığmışıq. Yəni dostlar, bir dənə nədir ki, Kick, yəni hər gün canlı yayım aparam da Kickdə. Hər gün pul paylayıram. Sadəcə olaraq heç kimin xəbəri yoxdur bundan. Hər gün 500-600 manat pul paylayıram. Tema YouTube'da da elə dostlar, valla tema Kickdədir. Sadəcə olaraq xəbəriniz yoxdur. Mən Kickdə canlı yayımda PUBG oynayacağam, GTA oynayacağam, Roblox oynayacağam. Çox insanlar deyirlər ki, oyun videoları niyə gəlmir? Yəni oyun videoları canlı yayımda olacaq. Sadəcə olaraq keçin abunə olun. Yəni hər gün izləyicilərə 500-600 manat pul paylayıram. Bax yenə təkrar edirəm. Sadəcə olaraq Kickə keçin, Zevs'ə yazın, abunə olun. Deməli saat 7-dən 11-ə kimi canlı yayım aparıram. İndi bilmirəm 8-də açacağam yoxsa 9-da, amma bu günlərdə canlı yayım açacağam. Yəni hər gün canlı olur. Sizdən xahişim odur ki, linki aşağı bərkitəcəm. Bir dənə abunə olursunuz. Baxaq görələ bu videodan sonra Kickdən nə qədər abunə olacaq. Yəni sizə güvənirəm. İndiyə kimi alayam yazır ki, Zevs yeni video at, biz sən arxandayıq falan. Nə oldu? Bir dənə abunə ol düyməsinə basamırsınız Kickdə səncə? Mənim canlımda valla Kickdə deyirəm sizə 1000-2000 adam oturmalıdır. Mənim canlımda Kickdə 200 nəfər oturur, 100 nəfər oturur. Nə bala heç nə video, sən o keyfim yoxdur özüm ölüm. Amma bu videodan sonra baxacağım görəm nə qədər abunəm var Kickdə. Ciya bu şeydir, Arman Çarıkyandır. Ermənistan'da yoxdur, döyüşçü var Arman Çarıkyan. Sərvan temadır. Gəl baxaq görüm kommentdə nə yazır. Sərvan dur siktir yanında. Bu oğlan da işimiz olmaz. Həqiqət Allah ki, Sərvan yaxşı oğlandı. Yəni bir söhbət də eləmişdi falan.
Bu nədir o? Armanla yemək yerlədim deyə. Kim düzəldi valla? Sərvan Buluyan. Sumkan da mübarəkdir. Sumka? Valla yox, qız sumkasıdır. Giz-giz bax kommentlərdə yazılır. Bəlkə xanımın sumkasıdır valla. Yersizdir yəni. Ümumiyyətlə kasıba özünə vaxt ayırmağa yanaşmır. Sərvan Daşşayan nədir? Ay belə, nuş olsun. Sərvan Salidaryan. Mahnı bu qaqaş üçün yazılır. Arman 1-3 dizer nədir ala? Arman 1-3 dizer. Armanınki. Armanınki nədir ala? Темас ya. Здрасте, сегодня у нас в гостях Мохаммед Денис. Спасибо, что пришел. Спасибо, что ты рядом. Спасибо за то, что ты есть. Спасибо за все. Спасибо, Шарназа, спасибо. Məhəmməd demadı ya Allah. Bu qız hardan tapdı səncə? Здрасте, сегодня у нас в гостях Biz də Мохаммед bədbəxt Денис. edəcək Allah'ım. Спасибо, что пришел. Komment yox da, ayıb da. Oxuyardım ya kommentləri. A göz Dəniz Məhəmməd gözlə bir dənə bu profilinə görə. Deməli. Bu nə olub? WhatsApp nömrəsini paylaş. 09. Deməli dostlar, hamımız zəng eləsin. 099 822 85 80. Ay sən Naxçıvanlı Məhəmməd. Ala zəngin insan olsun. Zəftirə. Elə şey eləməyin. Gedin baxın şimdi. Zakirin yanına geldi. Zakir Ölüxana Zakirin. Hunda Çiyevin yanına geldi. Ölüxana Zakir nədir ala? Gəlin Çiye Ölüxana Zakirin yanına. Ölüxana Zakirin yerine geldi. Ölüxana Zakir yox ala. Ala sən boyu yerə soxun lan. Qurana ki, bax kommentdə nə yazdılar. Heç nə yox kommentdə. Sonra bu nə? Bugün Cəmşid Sədrəyə Elsin yanına geldi. Tostalın Elsin'de, Halil'in Elsin'de, Kanser Elsin'de, Cəmşid Kanser Elsin yanına, Poltoryon Elsin'de. Elçin Allah kömək olsun özü var. Her şey var ya. Bu boyda maya buraxıb obyektə belə gör nə gündə çıxır. Kanser. Geyib Məhəmməd Dənizə belə reklam. Hadi. Görürsünüz her şey var. Her şey. Gördüğünüz gibi hamsi var. Kim istiyse Yazılı deyəcəm Allah haqqı. Moyka de. Öpürebilen kırıldı. Qırmağa nə saxtar, qırmağa nə saxtar. Ostra. Buyurun gelin çok güzel. Sən Allah buna. Bugün gelmişim Sədrəyə. Evim Tıkalakanın yanında, evim Tıkalakanın yanında. Buradan qohumlarımı səsləyirəm. Yəni bilirsiniz də, onsuz çox adam bilir. Sədərə Yasiməm qohumlarım. Sən la bunu Fazla Sədərənin adını batırarlar. Başqa bir. Bu nə edirsən onda? Yandırıb eləcək bazarı zadı belə qalasız poxda. Bugün gelmişim Əhmədliyə metron çıxışında. Lezzet döner yeri var, təzə yer açılıb, restorandır. Baxın gördüyünüz kimi. Salam usta. Tanıyıram bura ustası. Bunlar da stolardır, maşallah. Amma elə gəl ki, Allah buna reklama pul vermirlər, gözümür. Bu siz nə edir? Gəlin sizə deyim. Bu prosta məsələn acıbdır tutam ki. Yaxınlaşıb bir dənə dönərxana, deyib bir dənə dönər verin də. Bu da dönər, buna dönər verirlər. Bu da deyir ki, mənim pulum yoxdur, onlar reklam çəkim. Baxırlar ki, bunlar dəlidir yəni. Deyirlər sən Allah, gəl heç olmaz çəkinəsə bir şey. Sonra get. Bundan sonra hamı bizdən danışacaq, hamı, hə Şanız xanım? Bəli. Allahın dostu sənə məsləhət görürəm yəni. Məhəmməd Dənizdən aralaş. Özüm önü baxarsın dostlar. Bunu nə vaxt zorlu beləcək. Atacaq içəri. 20 il, 25 il. Sonra hamı bizdən danışacaq. Bunda konkret performans var sifətində bildin. Bəli. Bu nişan alıbdı. Prosta indi vaxt var da, bildin nətər. Bu nədir səncən? Allah haqqında tez-tez qabağıma çıxır. İntellektlə da mahnı düzəldirlər 20 manata, 30 manata. Belə qaqaş bazarınızı kəsmək istəmirəm. Yəni Allah artıq eləsin. Prosta hamı eyni səsdən istifadə edir. Budur. Sonra Kənandır məsələn. Kənanın qardaşıdır qabağıma çıxır. Sonra hamı eyni səs. Buna da sən ala bax, yenə. Hamı mahnı. İntellektlə. Güya boxdur ya. Arkadaşlar heç bir pis şey demək istəmirəm. Yəni sənin burada heç bir şey yox. Sadəcə olaraq düşüncə yəni səviyyəsi aşağıdır. Söhbəti baxala. Sənin heç nə yox. Yəqin də yəni bu nə temadır la mən çatmır. Yəqin spros var da. Yəni insanlar xiyardılar. Yəni belə deyim, gicdilər bir sözlə.
Spros var, bilin, tələbat var, bilin, produkt da var da. Bildiniz nə? Çünki baxıram hamı eyni səslə, intellektlə video şey düzəldir, 20 manat 30. Bu nədir la? Ayıbdır. Necə bu səsi dəyişin la? Sən Allah kommentlərə baxaq. Salam qardaşım, şöhrət oxu, xahiş edirəm, əskərdir qaqam. Dur ostur da burdan. İbrahimlərə salam. Hay! Salam İbrahim. İbrahimlərə Allah salamı olsun. İbrahim ürəyə rahatladı. Adına mahnı çıxdı. Deyindi dincəl. Öpürəm qaqa. İbrahimlər bəyənssin. Qardaşımın adı da İbrahim. Ala siz nə yeyirsiniz, nə içirsiniz? Ala mənə çatmır. Bu dəqiqə qaçda reklam elə. Zakaz üçün dostlar 055 662 70 62-yə yığıb siz də bilərsiniz. Yəni belə deyim də sözün əsl mənasında yəni adımıza layiq bir dənə, elə adımıza layiq yəni intellektlə, eyni səslə, yəni mahnı düzəldib dostlarımızı paylaşa bilərsiniz ki, buna bax, mənim adımı oxuyub. Çatmır ki, bilə, əla, nəsə özünüz bilərsən. Bir dənə buna uy da, buna bax, sən Allah. Maşallah, qaqa, sən Allah'ın da olsun, yəni sözüm yoxdur. Əgər spros varsa, tələbat varsa, elə milyonlar qazan. Gözsən Allah, bir dənə baxmayacağım, bu nələr var. Azər özün dəyərli, sənin sözün dəyərli. Çətin günün dostusan, çünki kişinin oğlusan. Əsəbləşdən Allah. Gülə komment oxu ya. Azər 100 yaşa, ələ hükmə qardaş. Allah bütün Azərləri qorusun. Azərlərə salam. O ürəyim, of. Toğrul da oxu, əskərdir balam. Oy ana qurban. Oğlumun adı. Sən qurban. Allah oğlu sağlasın. Sən Allah. Allah siz yazıqsınız özü bunu. Göz salım abi. Çox hörmətli dimaqa, mədəniyyətli dimaqa. Çox Qara adına xahiş. Oh, qaqa, brat. Bir dənə qara adına da oxuyarsan qardaşımsan. Mən sənə abunə oluram. Həqiqi abunə oluram Allah'ın da. Abunə oldum. Bir dənə qara adını gözləyirəm bu videodan sonra. Brat, sən yəni heç bir şey pis demək istəmirəm. Yenə deyirəm sənə. Tələbat varsa işini gör, partlat. Və bomba kimdə deyirsən. Prosta bilə insanlar gündədir, yəni öz aramızdır yəni. Sən Allah. Son zəng, gözləyir son zəng. sonuncu zəngin səsi, bu ayrılığın nəğməsi. Gəldi çatdı nəhayət, 11 il oldu müddət. Ən birinci sinifdə mən Bu səsin sahibi kimdir? Hamı bu səsdən zakaz yığır. Əsl sahibi kimdir? Sən Allah fikir verirsiniz həqiqi. Əsl sahibi intellektdir. Son zəng görməyənlərə salam. Of. Bu kimdir oxuyan? Yazın bu səslə sizə də mahnı düzələcək. Halaldır brat. Bax beləcə deyir. Hə, bu başqaymış sən demə. Buna bax. Başqa bazarı başqa adamlar da götürüb. Gəlin baxaq bu kimdir? Mən uzağa düşmüşəm öz vətənimdən. Elə bil ayrılıb ruh bədənimdən. Ola bu heç olmasa ha. Ölümün istəyi Dəyişiklik var sən. Ha, buna sözüm yoxdur. Gözüm aralı söhbət gözlə. Sonra bu. güllü gül İstanbul. Sıçdın söhbətə də səndə də. Yaxşı gəlmişdi. Belə deyəcəm soxum bu səsə. Allah səbləşdirmə Allahın olsun. Nəysə dostlar, bu günü bu qədər. Sizdən xahişim odur ki, yenə yadınıza salıram. Kikdə hər gün canlı yayım olacaq. Kikdə adım Zevs MMA-dır. Keçin abunə olun. İndi birazdan canlı yayım açıram. Yəni hər gün saat 7-dən ardasa saat 11-ə kimi canlı yayımda oyunlar oynayacağıq. Sizə pul paylayacağam. Yəni hamını gözləyirəm də. Sizdən xahişim odur, gəlin Zevsin gücünü göstərək. Yəni bizim kanalı. Yəni bu yerlərə sizin sayənizdə gəlmişik. Ona görə də gücünüzü göstərən. Bir dənə Zevsin abunə olun. Vəsə, öpürəm hamınızı.